ən faciəli 3 təyyarə qəzası. 3. Sarkidadri faciəsi. 12 noyabr 1996-cı il. 2 təyyarə Hindistanın Haryana ştatında Sarkidadri qəsəbəsi yaxınlığında havada gedərkən toqquşdu. Boeing 747 təyyarəsi ilə Qazaxıstanın İlyushin İl-76 təyyarələri havada toqquşdular və bu faciədə 349 nəfər həyatını itirdi. 2. Yaponiya hava yolları 123 saylı uçuş. Tokyodan qalxan Boeing 747 təyyarəsinin 12 dəqiqədən sonra quyruq hissəsində partlama meydana gəldi. Partlamanın səbəbi isə 1978-ci ildə təyyarə qalxan zaman quyruq hissəsi yerə sürtülmüş. Daha sonra təyyarə təmirə göndərilir, amma səhv qaynaq edilir. 7 ildən sonra həmin hissə təzyiqə dözməyib partlayır. Təyyarə dağa çırpıldı. 520 nəfər həyatını itirdi. 1. Tarixdəki ən faciəli qəza. Tenerife faciəsi 1977-ci il. İspaniyanın Los Rodayos hava limanında yerdə 2 təyyarə toqquşdu. Hava dumanlı idi və buna görə də görünüş çox zəif idi. Buna səbəbi isə KLM təyyarəsinin pilotu icazəsiz bir şəkildə uçmağa çalışırdı. Amma eyni zamanda pistdə Pan American hava yollarına məxsus Boeing 747 təyyarəsi var idi. Hadisə nəticəsində 583 nəfər həyatını itirdi. Fikir verirsiniz, son vaxtlar təyyarə qəzalarının sayı artıb. Bəs siz də qəzaların bu qədər artmağının səbəbi nədir? Yorumlarda qeyd edin. Səhifəmi də izləməyi unutmayın.